Şeyxülislam İbn Teymiyyə deyir ki, dua edəndə heç bir şey üçün dua etmə. Məsələ biraz ciddi məsələ. Demək istəyir ki, salih zövcə istəyirsənsə istəmə. Salih evlad istəyirsən istəmə. Maşın istəyirsənsə istəmə. Cənnət istəyirsən istəmə. Subhanallah. Nə deməkdir? Yəni bunların heç birini istəmə deyir. Bütün duaların qabağında deyir, Allaha tövbə edir. İstiğfar edir. Sonra şərh edir, rahiməhullah. Deyir ki, sən istədiklərinin hamısı mövcud əslində. Sadəcə olaraq sən günahlarınla, subhanallah, bağlamısan o qapıların hamısı. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir, sizin deyir, ruzunuz göy səmasındadır. Siz de günahlarınızla bağlamışsınız deyir onu. Siz düşünün ki, subhanallah, səmada bizim ruzlarımız var. Bizim nə qədər var dövlətimiz var. Sadəcə olaraq biz özümüzə zülüm etmişik, günahlarımızın nəticəsində nə etmişik? O qapıları bağlamışıq. Ona görə deyir ki, istiğfar elə, istiğfar etdikdən sonra, o günahlar gedəndən sonra istərsəməz özü axarınca gələcəklər. Arxa-arxaya. Misal üçün sən Allah'tan evladının salih olmasını istəmişdin, Kur'an ezberlemek için dua etmişdin, elm öyrənmək üçün. Bunlar hamısı mevcuttur, subhanallah. Bunlar hamısı var. Sadəcə olaraq sən günahlarınla bağlamısan. Sən istiğfar edən kimi Allah'a subhanahu teala, o da nədir? Dərhal o qapılar açılır. Dərhal o qapılar açılır. Mövzumuz